Yəni Qurban Qurbanov kimi adam, heç vaxt hakimlikdən gileylənməyən, şikayət eləməyən adam ən bərbad idarəçilik dedi. Yəni Qurban Qurbanov ən bərbad idarəçilik dedi. Özü də peşəkarcasına dedi idarə elədi. Yəni o peşəkarcasına məcazi mənada dırnaq arası deyilən bir ifadə idi ki, yüksək səviyyədə bu oyun idarə olundu. İndi babaları öz boyunlarına başqa biz deyil. Amma gördüklərimiz onu deməyə əsas verir ki, yanlış və kobud xətalar, səhvlər çox. Sən bilirsən ki, bəlkə də tamaşaçılar da hansısa ola bilər yadında qalmayıb. Amma statistikaya görə İsmail, Berezovski komandaya gələndən sonra Sabah komandası Qarabağı uduzmayıb Sabah. Bəli, bu da çox paralı məqamdır. Və kubok məşqçisi olduğunu bir daha sübut elədi. Torontomuzu çıxartdı, Neftçini çıxartdı, Qarabağı uddu finalda. Sual verirlər ona ki, bəs siz Qarabağa Sabaha gələndən sonra sizin komandanız hələ indiyənə qədər Qarabağ yəni hamını məğlub eləyib, amma sizi məsələn komandanızı məğlub eləməyib. Və bunun nəsə bir formulu varmı Qarabağa qarşı oynayanda uduzmamaq? Bildirərdiniz öz fikrinizi, özü də məşqçi deyir ki, yəni bunun bir formulu, bir sirri yoxdur. Sadəcə olaraq futbolçuların meydançada çıxıb verdiyimiz tapşırıqları %100 yerinə yetirməkdir və bu kubokun da qalib olmağında, yəni hamısı meydançada uşaqlar sona qədər özünə inanıb və bu qələbəyə inanıb meydançada mübarizə aparmalıdır.